Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Vessalatu vesselamu ala Resulillahil emin. Habibi ilahina ve tabibi nüfusina Ebil Qasimil Mustafa Muhammed. Allahümme salli ala Muhammed ve ali Muhammed. Ve ala ehli beytihi tayyibine tahirinel masuminel mükerremin siyyumel hucceh beqiyetillah fil aradin. Ruhi ve ervahul alemin li turabi maqdamihil fida ve la'netullah ala a'daihim ecma'in. Minel ana ila qiyam yevmiddin. Eûzu billahi mineşşeytanirracim. Rabbi şrah li sadri ve yessir li emri. Vahlul uqdeten min lisani yefqahu kavli. Hayatın önemi, din ve hayat münasibətləri hakkında danışırdıq. Belə qərara gəldi ki, belə nəticəyə daha doğrusu gəldi ki, dinə həyat qapısından daxil olmalıyıq. Həyatı tanıdıqdan sonra dini tanımalıyıq. Həyat tanıma, din tanımanın müqəddiməsidir. Həyatı tanımadan dini tanımaq mümkün deyil. Bir kəs həyatla yaxşı tanış olsa, həyatın qayda qanunlarını bilsə, dinə əməl eləmək rahat olar, dini rahat başa düşər, dini hökmləri rahat qəbul edər. Dinlə gözəl əlaqə yarada bilər. Həyatı tanıyandan sonra dini qəbul eləsə, həyatı tanıyandan sonra dinə üst tutsa. Həyatın tərifi mövzusuna gəlib çatdıq. Dedik ki, əvvəl biz həyatı tərif etməliyik. Həyat nədir? Həyatı tərif etmək bu mənadadır. Həyat nədir? Yəni, bu suala cavab verməliyik. Dedik ki, həyatı istək və meyillərə əsasən tərif etməliyik. Çünki istəklər insan ruhunun mühərrikidir. İnsan ruhuna hərəkət verən amil insanların istəkləridir. Bizim istək və təmayüllərimiz, meyillərimiz həyatda olan hərəkətimizin əsas mühərrikidir, əsas amilidir. Həyat hərəkətdirsə, bu hərəkəti stimullaşdıran, bu hərəkətə insanı vadar edən istəklərdir. İnsan bütün günü istəkləri uğrunda, istəklərini əldə etmək üçün çalışmaqla məşğuldur və bu olur insanın həyatı. Həyat yəni istədiyimi əldə etmək uğrunda çalışmaq. Bizim istəklərimiz bizim hədəflərimizi müəyyən eləyir. Bu məsələlərdə dünən dedik, xatırlayırsınızsa, elm də bizi müşahidə eləyir. Eyni zamanda bizi elm öyrənməyə vadar edən amil də bizim istəklərimizdir. Biz nəyisə əvvəl öyrənmək istəyirik ki, onun dalınca gedirik. Elmdən əvvəl meyildir, məhəbbətdir, istəkdir. Əvvəl gələk istəyək ki, nəyisə öyrənək ki, gedək o elmin dalıca. Odur ki, hətta elmin də mühərriki elm əldə eləməyin istəklərdir. Bəzən deyirlər, tanı, bil, sonra sev. Amma belə də demək olar ki, sev, sonra bil. Yəni necə? Əvvəl gərək elm oxumağı, bilməyi sevəsən ki, bilməyə tərəf gedəsən, biliyə tərəf gedəsən. İstək elmi qabaqlayır bir baxımdan. İstək olmalıdır ki, bir işin dalıca gedəsən. Biz daha dərin həqiqətlər öyrənmək istəsək, daha dərin həqiqətlər öyrənəcəyik. İstəməsək, mərifətimiz dərinləşməyəcək. Hər şey bizim istəklərimizdən asılıdır, sözün qısası. Həyat bizim istəklərimizin ətrafında cərəyan eləyir. İnsan istəklərinin əsiridir.
İnsan istəklərinin əsiridir. Kəş fürsət olardı, bir gün, 30 gün, nə bilim, bir Ramazan ayı insan ruhu və insan ruhunda olan istəklər haqqında danışardıq. Meyillər haqqında danışardıq. Ruhun təmayülləri, meyilləri, istəkləri. İnsan ən əzəmətli varlıqdırsa, onun ən əzəmətli hissəsi onun ruhudur. Yəni, insanı əzəmətli edən onun ruhudur. Ruh ilahi əzəmətin ən böyük təzahürüdür. Allahın əzəməti harda ən çox özünü göstərir yaradılmışların içində? Ən çox Allah əzəmətini tanımaq istəyən ruha müraciət eləsin. Ruh kimi, insan ruhu kimi Allahın əzəmətini göstərən ikinci bir yaradılmış yoxdur, ikinci bir varlıq yoxdur. İnsan ruhu yüzlərlə meyillərdən ibarətdir, istəklərdən ibarətdir. Dərin bir dəryadır. Və meyillər, istəklər insan həyatının ən həlledici amilidir. Övliyalar, Allah dostları bilirsiniz nə edir? İstəklərinin keşiyində dayanır. Diqqətlə baxır ki, istəyim dəyərsiz bir şeyə yönəlməsin. İstək dəyərsiz bir şeyə yönələn kimi istəyin qarşısını alır və qarşısını ala bilməsə zərbə alır. İnsan gərək daxilində olan meyillərinin keşiyində dayansın ki, istəklərim hara istiqamət götürüb? Dəyərli şeylərəmi, dəyərsiz şeylərəmi? Övliyalar bu şeylərin fikrindədirlər ki, istəyim hansı ünvana yönəlib? Nə istəyirəm? Nə istəyirəm insan üçün çox mühüm məsələdir. Çünki insanın bütün hərəkətini nə istəyirəm müəyyən eləyir. İnsan istədiklərini əldə eləmək üçün hərəkət eləyir. O istiqamətdə çalışır. İnsanların istəkləri onların taleyində müstəsna rol oynayır. Muhammed Ali Muhammedə salavat deyək. Allahümme salli ala Muhammed və ali Muhammed. İnsanların istəkləri onların taleyində müstəsna rol oynayır. İnsanların taleyi onların istəklərinə uyğun qurulur, müəyyən olunur. Bunun haqqında düşünmüsünüz? Qiyamət günü yevmə tubləs sərair, sirlərin açıldığı gündür. Qiyamət günü sirlər açılacaq. Yəni nə olacaq qiyamət günü? Qiyamət günü insan ruhunun dərinlikləri üzə çıxacaq. İnsan ruhunun gizlinləri üzə çıxacaq. Allah istəklərimizi bizim qarşımıza qoyacaq. Deyəcək, bax sən bunu istəyirdin, sən bunu istəyirdin, sən bunu istəyirdin. İstəklərimizi qoyacaq və deyəcək, bunları istəyirdin deyə həyatın belə cərəyan elədi. Həyatın istəklərinə uyğun cərəyan elədi. Həyatın istəklərinin nəticəsidir. Nə istəyirdin, onu göstərəcək sənə. Hədisdə var ki, Allah insanın ruhunun gizlini, yəni istəyini libas eləyib əyninə geyindirər. Bizim başımıza gələn hadisələr var, müqəddəratımız, hansı hadisələr, onlar hamısı bizim istəklərimizə uyğun təyin olunur. İstəklərimizə uyğun müəyyən olunur. Bizim taleyimiz istəklərimizin girovudur. Çox mürəkkəb bir bəhsdir bu, çox dərin bir mövzudur, çox dərin. Qiyamətdə Allah göstərəcək qəlbi və hadisələri. Deyəcək, başına gələnlərin hamısı bu istəklərin nəticəsidir. Bunları istəyirdin deyə bunlar oldu. Biz də həyatı istəklərə əsasən tərif elədik. Həyat, yəni istəklərin idarə olunması. İstəkləri görə idarə eləyək. Hansı istəyi artıraq, hansını azaldaq? Həyat bu deməkdir. Hansı dəyərlidir onu çoxaldaq, hansı dəyərsizdir onu azaldaq. Hansı istəkləri seçək, istəklər içində. Yer var ki, iki istək gəlib toqquşub dayanıb. Birindən keçməlisən, birinə çatmaq üçün. İnsanın özündə, həyatında belə şeylər çox olur. İki istək gəlir toqquşur, istəklərin idarə olunması, yəni hansına qurban verim. Ali istək, aşağı istəyə, aşağı istək, ali istəyə. Bunlar hamısı həyatın tərifidir. Həyat yəni bunlar. İstəklərin idarə olunması, istəklərin seçilməsi.
Həyat yəni istəklərin həyata keçməsinə doğru hərəkət. Yadınızda tərif. Həyat yəni istəklər üçün təlaş və mübarizə. Həyat bundan başqa bir şey deyil. İstəklər və onları əldə eləmək üçün təlaş və mübarizə. Mübarizə niyə? Təlaş budur ki, biz çalışırıq əldə eləyək istədiyimizi. Yolda maneələr çıxmalıdır qabağımıza. Maneələr çıxır. İstəyimizlə bizim aramızda müəyyən səddlər yaranır, maneələr yaranır. Biz bu maneələrlə mübarizə aparmalıyıq. Bu maneələri aşmalıyıq. Bu maneələr təsadüf deyil həyatımızda. Həyatın təbii axarıdır. O maneələrlə də mübarizə aparmalıyıq. Bəziləri 40 il yaşayır, 50 ildir yaşayır. Maneələr çıxır qarşılarına, maneələrlə mübarizə aparır. Amma hələ də maneələri təbii qəbul eləmir. Başa düşürsünüz nə deyirəm? Deyir ki, niyə belə oldu, bu problem hardan çıxdı? Bu problem hardan? Bu 40 il 50 ildir, müxtəlif problemlərlə çarpışır. Onları həll edir. Amma hələ də başa düşmür ki, bu həyatın təbii axarıdır. Yenə də deyir ki, bu niyə belə oldu, bu problem hardan çıxdı? Bu çətinlik hardan çıxdı mənim yoluma? Əzizim, sakit ol, aram ol, bir dəqiqə aram ol və bil ki, bu problem çıxacaq, onu həll eləyəcəksən. İnşallah növbəti problem çıxacaq. İnşallah onu da həll eləyəcəksən, inşallah növbəti problem çıxacaq. Həyatda istəklərlə bizim aramızda maneələr olmalıdır. Bu təsadüfən yaranmır ki, deyə bu niyə belə olur ya axı? Niyə belə olur? Yox, mən Allahın adından burada sizi başa salmaq istəyirəm, cavanlara müraciət edib deyirəm ki, bunu bizə başa salırlar ki, bu həyatdır. Həyat yəni bu. Həyat istəklərə tərəf təlaş eləmək, istəklər uğrunda çalışmaq, çarpışmaq və yolda maneələr mütləq çıxacaq. Mütləq bu həyatın təbii axarıdır və mübarizə aparmaq bu maneələrlə. Həyatın mənası budur. Rahat qəbul elə. Bir dənə problem həll eləyəndə 100% bil, inşallah təzəsi gələcək. İnşallahı da denən, qorxma. İnşallah təzəsi gələcək. Bəzi adam mənə qulaq alsa deyə, niyə nəs danışır, orada oturub, nəs danışır. Denən ki, inşallah problem olmaz həyatımızda. Mən sizi anlatsam xoşunuza gələr. Yalandan deyim, inşallah problem olmaz həyatınızda. Düzəldi onda. Düzəlmədi. İnşallah problem olacaq həyatınızda. İnşallah olacaq. Və inşallah çalışın ki, o problemləri həll eləyə biləsiniz. O maneələri keçə biləsiniz. Problem faciə deyil. Problem həyatın təbii axarıdır. Təbii qaydasıdır. Həyatın dəyişməz qaydasıdır. Problem və maneələr bizi saçan inşallah bitəcək, inşallah biz öləndə bitəcək. İnşallah biz rəhmətə gedəndə problemlər bitəcək. İnşallah. İndi haçan olacaq, Allah eləsin ki, çox yaşayaq. Bizdən olsa deyir, 1000 il yaşayaq, neçə min il yaşayaq. Axırda yaşayaq, amma o problemlər o zaman bitəcək ki, inşallah biz dünyada olmayacaq. Bizim dünyada aldığımız son nəfəs bizim problemlərlə vidalaşmağımızdır, çətinliklərlə vidalaşmağımızdır. Həyat yəni təlaş və mübarizə və bundan məyus olmaq lazım deyil. Həyat yəni istəklərin idarə olunması. Həyat yəni istəklərə qovuşmaq üçün təlaş və bəzi məhdudiyyətlərə təslim olmaq. Bunu da yadınızdadır dedim. Bəzi şeyləri biz əldə edirik. Bəzi hissəsi var həyatın ki, orada təlaş və mübarizə lazım deyil. Orada təslim olmalıyıq. Həll olunması məsələlər deyil. Dünən dedim, bəziləri bağlı qapını dayanır döyür. Açılmayacaq. Əvvəldən bil ki, bəzi məhdudiyyətləri var həyatın, onları aşmaq olmayacaq. Orada təslim olmaq lazımdır. Mütləq. Gedək bir gün kəş cəmaatla müsahibə alaq küçədə. Jurnalistlər bu işi görsün. Bizim işimiz deyil axı, gedək müsahibə alaq. Jurnalistlər bu işi görsün, getsin, belə mənalı mövzularda müsahibə alsınlar, insanları danışdırsınlar. Məsələn, soruşaq ki, həyatınızda hansı məhdudiyyətlər olub ki, əvvəl təslim olmamısınız, sonra məcbur olub təslim olmuşsunuz. Məsələn, hansı məhdudiyyətlər olub? Bir danışaq, danışdıraq cəmaatı.
Yaş keçdikcə lap yaxşı danışacaq. Məsələn, bir xanımdan soruşasan, deyəcək mənim bir bədəxlaq, yəni tünd xasiyyətli, kobud qaynanam var idi. 10 il mübarizə apardım ki, düzəlim, gördüm. Axırda dedim, olsun, təslim oldum. Dəyişmək mümkün olmadı. Bəziləri deyəcək ki, mən qocalığa qarşı mübarizə apardım. Qocalığa qarşı çox mübarizə apardım. Düzdür, insan bir həddəcən qocalığa təslim olmamalıdır. Özünü formada saxlamalıdır, sağlam olmalıdır. Amma bunun bir həddi var. Bir həddi keçir, görürsünüz bəzi adamlar var. Üzündə gəh orasını şişirdir, gəh buranı şişirdir. Gəh buranı bir kökə salır, gəh oranı. Nə var, göbü qocalmasın. Bir həddi var, bir həddi var. Həddən o yana keçdi, qocalacaqsan. Mütləq. Qocalmalısan. Buna təslim olmalısan. Yenə deyirəm, təslim bu anlamda yox ki, məsələn, deyəsən, yox, sağlamlığınız, bacardığın qədər, axır nəfəsüyə qədər, yəni, neçə yaşın olsun, sağlamlığın qaydına qalasan filan, amma, üzü gözü dəyişməklə deyil, bir yaşdan sonra artıq pis görünür. Pis görünür, uyğun olmur. Bu onunla cavanlaşmır, cavanlığını saxlaya bilmir. Biraz gülünc vəziyyətə düşür, məsələn. Və insanlar arasında fərqlər budur ki, bəziləri tədricən Allaha təslim olur, bəziləri tədricən təbiətə təslim olur, bəziləri də tədricən şeytana təslim olur, yavaş-yavaş. Bəziləri Allaha təslim olur tədricən, bəziləri şeytana təslim olur tədricən. Tanışdırırsan, deyir, mən o qədər də şeytana qulaq asmıram, o qədər də qulaq asmıram. Amma zaman keçir, zəifləyir, qolu bağlı qul olur şeytana, təslim olur. Tədricən olur, tədricən baş verir. Və axırda nə olur? Axırda da adam ölümə təslim olur, ölümə təslim olur. Ölümün qarşısında təslim olur. Bəziləri var idi, mən görmüşdüm, yəqin siz də görmüşdünüz, yadınızda qalar. Deyirdilər ki, biz 100 il yaşayacaq, 200 il yaşayacaq, həm 150 il yaşayacaq, özlərinə yaş müəyyən edirdilər. Amma ölüm gəldi, təslim oldular. Ölümün qarşısında ayağını uzadıb təslim olmaqdan başqa çarə yoxdur. Ölümə təslim oldular. Bu təslim, bəzi amillər var ki, onların qarşısında təslim olaq. Əleyhisselamın məktubunda belə deyir. Deyir, gör nə insanşünaslığın zirvəsidir. Deyir, əl-müstəslim lid-dəhr öz haqqında deyir. Deyir, hansı atadan hansı oğula məktubu da elə bil ki, məsələn deyərsən, qoca atadan, məsələn, cavan oğluna. Deyir ki, dəhrə, ruzicara təslim olan atadan məktub. Ruzicara təslim olan atadan. Əl-muqirriliz zaman, zamanın hakimiyyətini iqrar edən, təsdiq edən atadan. Yəni, qocaldım, zamana təslim oldum. Zaman mənə hakimdir. O döşəkdə güləşçi əlini vurur, təslim oldum. Əleyhisselam əzəmətli bir şəxsiyyətdir. Əleyhisselam aciz adam deyil, qüdrətli bir şəxsiyyətdir. Amma vurğulayır ki, hamı bir sıra şeylərə təslim olmalıdır. Zaman keçib getməlidir. Zamana təslimsən, ruzicara təslimsən. O baxımdan təslimsən ki, səni qocaldır, yaşın keçir. Bunlar hamısı məhdudiyyətləridir. O həmin o döşəyə bir sıra şeylərdə yox, barışmamalısan, mübarizə aparmalısan, təlaş, zəhmət, bir sıra şeylərdə əvvəldən təslim olmalısan. Əli qaldırmalısan ki, təslim. Bu təslimiyyət zəlillik deyil. Bu təslimiyyət həyatın qaydasıdır, qanunudur. Adam təslim ol. Əleyhisselam bədbin danışır sizcə. Müasir dillə desək, pozitiv danışmır. Bəziləri mənə irad tuta bilər ki, gəlin pozitiv olaq, belə şeylərdən danışmayaq. Ölümə təslim, qocalıq filan. Yalancı pozitivlik kimə lazımdır? Aldadaq bir-birimizi pozitiv olaq. Real qəbul eləyək həyatı, onun bütün məhdudiyyətləri ilə, sıxıntıları ilə bərabər pozitiv olmağı bacarmaq hünərdir. Pozitiv olaq, din də deyir pozitiv ol. Amma həyatı reallığı ilə qəbul elə, pozitiv ol.
Xülyalar qurub yalancı pozitivliyi lazım deyil. Ki bir gün məyus olanda o pozitivlikdən sonra elə bir depressiya gəlir ki, Allah göstərməsin. Özü xəyallarla aldadıb pozitiv olmaq, din bunu qəbul eləmir. Din deyir elə reallığı qəbul elə, amma elə bir düşüncəyə, elə bir əqidəyə sahib ol ki, həyatın bütün reallığı ilə bərabər pozitivlik hissin zəifləməsin. Günü-gündən daha nikbin yaşayasan, o problemləri görə-görə. Və bunu da qeyd elədi ki, həyat nədir? Allahın müqəddəratı çərçivəsində cərəyan edir. Heç bir şey həyatda təsadüfi deyil. Hər hadisə Allah tərəfindən proqramlaşdırılıb, planlaşdırılıb. Bu alın yazısı deyil. Alın yazısı deyil. Çünki bu proqramlaşma bizim vəziyyətimizə müvafiq aparılır. Vəziyyət də bizdən asılıdır. Biz hansı vəziyyətdəyik, ona uyğun həyatımız proqramlaşır. Həyatımız istiqamətlənir o istiqamətdə. Hər adamın daxili vəziyyətinə uyğun Allahın müqəddəratı tərtib olunub onun üçün. Hər birimizin. Heç bir başımıza gələn hadisə təsadüfi deyil. Kiçik və böyük hadisələrin hər biri bizim daxilimizə uyğun tənzimlənir və planlaşdırılır. Davam eləyək, bəhsi davam eləyək, icazə versəz. Həyatı istəklərlə tərif elədik, amma bunu demək istəyirəm ki, ancaq istəklərlə məhdudlaşmayaq. Mövzumuzu istəklərdən kənara da çıxardaq. Demirəm həyatı təzdən tərif eləyək. Həyatın tərifi elə dediyimizdir. Amma müxtəlif baxış bucaqlarından baxaq həyata. Müxtəlif bucaqlardan yanaşaq həyata. Həyatın başqa cəhətləri də var. Həyatın başqa cəhətləri də var. Məsələn, dünən dedik. Yadınızdadır. Dünən dedi, həyatın bir cəhəti də agahlıq və mərifətdir. Elm və mərifətdir. Dedik ki, biz istəklərimiz üçün mübarizə aparırıq, təlaş edirik və bu prosesdə elmə ehtiyaclıyıq, biliyə ehtiyaclıyıq. Və bu prosesdə eyni zamanda bəzi biliklərə yiyələnirik, bilgilərə yiyələnirik. Nələrisə öyrənirik. Və önəmlisi nədir? Önəmlisi budur ki, həyatda nəyi öyrənirik, nələri bilirik. Həyat bizə nəyi öyrədir? Bu proses var, mübarizə, istəklər uğrunda bütün proses gedir. Bu proses bizə nəyi öyrədir, hansı bilgiləri verir? Mərifətimiz nəyin barəsindədir? Həyatdan nəyi öyrənirik? Çox mühümdür. Bilik iki cürdür. İki cür bilik var. Bir kənardan öyrədilən elm. Deyirlər, eşidirik, oxuyuruq. Kənardan əldə etdiyimiz elm. Bir də daxildən qaynaqlanan, daxildən qaynayıb çıxan elm. Çox cavanlara, burada oturan 18-20 yaşda da bəlkə cavanlar var. Çox cavanlara deyirsən ki, ömür çox qısadır. Eşidir, bilik gəlir, amma başa düşə bilmir. Başa düşmür. 50 il gərək yaşasın ki, həyat ona bunu başa salsın. Həyatdan öyrənsin gərək. Adam da var, yox, 13 yaşda başa düşüb. 13 yaşda. Həzrəti Qasım 13 yaşda başa düşmüşdür ki, həyat çox qısadır. Ona görə ölüm haqqında deyirdi ki, ölüm əhla minəl əsəl. Ölüm mənim üçün baldan da şirindir. Deyirsiniz ki, həyatdan danışdığın yerdə yenə getdin ölümü başladın tərifləməyə. Dedin ki, daha bir 30 gün həyatdan danış, yenə apardın ölümün üstünə. Bu ziddiyyətli məsələ deyil. İnsan həyatı sevsin, amma ölüm lazım olan zamanda başa düşür ki, bu ölüm məni həmin bu həyatın daha yüksək mərhələsinə aparır. Mən həyatı həyat olaraq sevirəm. Həyatın aşağı mərhələsi dünyadır, onu da sevirəm. Həyatın özünü, dünyanı yox, həyatın özünü. Və bu ölüm körpüdür, məni aparır həmin bu həyatın yüksək mərhələsinə. Mən həyatı sevdiyim üçün həm həyatı sevirəm, həm ölümü sevirəm. Ona görə deyir, əhla minəl əsəl. Lazım olan məqamda o yerdəki can vermək lazımdır. O cavan ki, başa düşür ki, dünya həyatı müvəqqətidir, çox tez keçir gedir, o rahat can verir.
Ona görə şəhidlərə biz borcluyuq. Şəhidin qanı tökülüb deyə dəyərli deyil. Şəhid bu mərifətin sahibidir. Bu mərifətin sahibidir. Başa düşüb həyatı, ona görə onun mərifəti qarşısında baş əyirik biz. Onun qanı mərifətinin məhsuludur. Adam həyatı yaşadıqca onun mərifəti artır, biliyi çoxalır, bilgisi çoxalır. Həyat özü bilgilərə yələnmək vasitəsidir. Həyat özü dərs otağıdır, kitabdır. Bəzi şeyləri anlamaq üçün sadəcə yaşamaq lazımdır. Din niyə bu qədər hökmlər verir? Din niyə bu qədər qaydalar verir? Din bizə niyə bu qədər qaydalar müəyyən edir, hökmlər verir? Məqsəd nədir? Bunu belə elə, onu elə. Ona görə ki, bizim həyat tərzimiz bizim bilik mənbəyimizdir. Bilirsiniz nə demək istəyirəm? Bunu başa sala bilsəydim. İnsan düz yaşadıqca daha çox öyrənir, düz yaşadıqca. Bilik nəzəri deyil əslində, bilik praktikidir. Ona görə Allah hər addımımıza hökm qoyub ki, düz yaşa, düz yaşamaq həyatın içindən biliyi dartıb çıxartmaqdır. Başa düşürsünüz? Həyat prosesində insan öyrənir. Mən bilik deyəndə kitab oxumağı nəzərdə tutmuram. Bilirsiniz, o ayrı, o da dəyərli elmdir. Mən bilik deyəndə mərifət nəzərdə tuturam, başa düşmə. İçəridəki istəklərlə mübarizə gedir, istəkləri əldə eləmək üçün çalışırsan, çarpışırsan. Bu prosesi düz aparanda ruhun üzərində olan o maniyələr çıxır, içəridən başlayır biliklər qaynayıb çıxmağa. Həyatdan öyrənirik, həyat bizə özü öyrədir. Biz əslində bunun üçün dünyaya gəlmişik. Din ona görə deyir ki, düz yaşa ki, çox anlayasan. Düz yaşa ki, çox başa düşəsən. Çox mərifət əldə eləyəsən. Elə yaşa ki, həyatdan lazım olan bilgiləri dartıb çıxarda biləsən. Həyatın bətnində elmlər var. Ruhun dərinində elmlər var. Başa düşürsünüz? Düz yaşamaqla ruhu qazıyırıq. Bilirsiniz? Qazıyırıq, o mərifət çeşmələri başlayır qaynamağa. Elm əldə eləmək budur. Hər bir düz attığın bir külüncdür, vururuq, elə bil ki, torpağı qazıyıb atırıq. Yavaş, düz yaşadıqca, o hökmlərə əməl elədikcə ruhun içində olan bilgilər üzə çıxır və biz daha dərindən bilirik, daha yaxşı bilirik həqiqətləri. Həyatın fəlsəfəsi nədir soruşsalar, deyin ki, həyatın fəlsəfəsi elm əldə eləməkdir. Həyatın fəlsəfəsi mərifətə sahib olmaqdır, bilgiyə sahib olmaqdır. Nə barədə, nə haqqında, hər şey barədə. Həyat adama hər şey haqqında məlumat verə bilir. Əlbəttə Allah mərifəti bütün mərifətlərin başıdır, üstünüdür, əsasıdır. Biz əvvəl düz yaşamaq üçün kənardan olan biliklərə ehtiyaclıyıq. Bizə gərək başa salsınlar ki, bunu elə, onu elə. Bu kənardan gələn elm. Amma həyat özü həqiqi elmə çatma vasitəsidir. Bunu izah eləyə bilirəm. Həyat özü, həyatın prosesi var, yaşama prosesi. Praktiki elm öyrənmədir. Elm öyrənmə nəzəri proses deyil, əməli prosesdir. İnsan öz ruhu üzərində iş görür, atdığı addım, məsələn, hansısa hisslə mübarizə bir qat ruhundan çəkir, çirkabı çıxardır, bir çeşmə içindən mərifət qaynayır, bir qat çəkir, növbəti çeşmə qaynayır. Bilgi prosesi daxildə gedir, içəridən qaynaqlanır və həyatı düz qurduqca, insan düz yaşadıqca daha çox şeylər bilir. Kitabdan öyrənilənlər yaxşıdır, amma önəmli deyil. Əsas həyatın bizə öyrətdikləridir. Bəzi şeyləri kitab bizə öyrədə bilər, amma bir çox şeylər var ki, gərək yaşayasan, öyrənəsən. Ona görə bizi yaşamağa göndəriblər. Yaşamasan, mərifətin artmayacaq. Ata nə deməkdir? Ata haqqında kitab oxu, bil, ata olandan sonra, atalığı yaşayandan sonra həyat sənə gərək öyrətsin ata olmaq nə deməkdir. Kitab yox. Kitab sənə atanı vəsf eləyə bilər. Burada oturan evli adamlar, ağsaqqallar təsdiq eləyər ki, insan ata olandan sonra bilir ata nədir. Yoxsa başa düşmür. Uşaq başa düşmür, gənc başa düşmür ata olmaq nə deməkdir.
Atalıq hissini həyat gərək sənə yaşatsın ki, atalıqla tanış olasan. Bax, həyat mərifəti özü verməlidir insana. Həyat özü mərifət mənbəyidir. Həyat istəklərin idarə olunmasıdır, düzdür. Həyat istəklər uğrunda təlaş və mübarizədir. Amma bütün bunların nəticəsi nədir? Mübarizə, təlaş, nəticə nədir? Nəticə budur ki, nəyi öyrəndin bax bütün bunlardan? Nə bildin, nəyə yələndin, hansı biliklərə yələndin? Həyat məktəb və mədrəsədir. Həyat məktəb və mədrəsədir. Həyat elm vasitəsidir. İnsan öləndə mələklər baxır, hamı baxır, göy əhli. Baxır, bir sualdır, həlledici sual. Nə qədər bildi? Yaşadığı həyatdan nə qədər öyrəndi? Həyat buna nə qədər mərifət verdi? Görsə ki, çox bilib, mələklər təzim edir. Xoş gəlmisən, xoş gəlmisən. O tərəfdə, ayağı o aləmə qədəm qoyan kimi ilk sual budur ki, bu 50 il ömür verildi, bu nələri öyrəndi? Hansı biliklə gəlib bizim yanımıza? Hansı mərifətlə gəlib bizim yanımıza? Biliyi kamildirsə təzim edirlər. Həl yastavillezine ya'lemun vellezine la ya'lemun? Allah soruşur. Həl yastavillezine ya'lemun vellezine la ya'lemun? Bilənlərlə bilməyənlər eynidirmi? Bu adam 60 il yaşadı, namaz qıldı, oruç tutdu, qoyun qırağa. Nə öyrəndi bu həyatdan? Bu əməllərin nəticəsində hansı mərifətlə gəldi bizim yanımıza? Nəyi bilir bu? Nədən xəbəri var? Bilirsə, çox bilirsə, gözümüz üstə yeri var. Mələklər buyur deyirlər. Bəziləri var, dünən dedim, elə şeylər bilir ki, mələklər deyir, biz bunları bilmirik. Ona görə ona təzim edirlər. Ayağının altına xalça salırlar, qırmızı xalçadan ki, gəlsin, buyursun yuxarı başa. Çox kitab oxuyanların yox, çox bilənlərin, çox başa düşənlərin, içəridən öyrənənlərin, çox kitab oxuyanların yox, çox anlayanların. Növbəti söhbətlərimizdə biz deyəcəyik ki, necə yaşayaq ki, çox şey başa düşək. Həyat proqramı necə olmalıdır? O haqda danışacaq. İndi anons verirlər ki, gələn verilişdə bundan danışacaq. Ki, baxasınız da cəmaat maraq. Mən amma bunun üçün deyiləm ki, yəni maraq yaradım sizdə. İstəyirəm biləsiniz ki, gələn söhbətlərimiz nə haqda olacaq? Gələn söhbətlərimiz bu haqda olacaq ki, biz necə yaşayaq ki, daha çox başa düşək? Bu proqramı kim bizə təqdim eləməlidir və sübut eləməlidir ki, bu proqramı din bizə verməlidir, din təqdim eləməlidir. Sonra da din hansı proqramı verir adama? 100 dənə hökmün saymayacaq, 5-6 dənə əsas hökmünü sayacaq dinin ki, bunlar olsa qalan işlər düzələcək, onu danışacaq. İcazə verin, bir dənə də məsələyə toxunum, sözümü bitirirəm yavaş-yavaş. Bir dənə də təzə söz olsun da, buracan danışdıqlarım dünənkilərin təkrarı idi da, elədir. Təzə söz demədim. Muhammed Ali Muhammedə salavat deyək. Allahümmə səlli əla Muhammed və ali Muhammed. Sabahdan deyirəm ki, tərif eləyəcək ki, yaxşı həyat nədir? İndi gəlib ora çatmışıq. Həyat nədir dedik, gözəl həyat nədir? Onu sabahdan tərif eləyəcək. Dünənki və bugünkü söhbətlərimiz nədir bəs? Sabahdan danışacağımız söhbətlərə ümumi baxışdır. Ümumi baxımdan gözəl həyat nədir? 2-3 cəhətindən. Amma sonra sabahdan dəqiq təhlil edəcək ki, gözəl həyat nədir? Hamımız bir yerdə. Həyata bugün bir dənə də fərqli bucaqdan baxaq və sözümüzü bitirək. Həyat insanın istedadlarının çiçəklənməsidir. Bir də həyat insanın istedadlarının, bacarıqlarının çiçəklənməsidir. İnsanın ruhunun gizli tərəfinin aşkar olmasıdır, üzə çıxmasıdır.
Bu da yeni bir baxış bugünkü söhbətimizdə həyata. Köhnə tərifi təkzib eləmir, o öz yerində qalıb. Amma o prosesdə nə baş verir? Bir dediyi elmə yiyələnir insan. İki, o prosesdə insanın daxilində olan gizli istedadlar çiçəklənməyə başlayır. Həyat insanın görünməyən hissəsinin üzə çıxmasıdır. İnsan iceberg kimidir. Görünən hissəsi azdır. İnsanın əsas hissəsi görünməyən hissəsidir. Hətta bəzən özündən də gizlidir istedadlar. İnsanın istedadları sonsuzdur. Həyatdır ki, insanın gizlin istedadlarını üzə çıxardır, çiçəkləndirir. İnsanın hansı istedadları var? İnanın ki, heç kəs çıxıb bu minbərdən insanın istedadlarını sadalayıb qutara bilməz. İnsan özü də bilmir nəyə qadirdir. Ama bir şey bilin ki, insanın xeyli, 100 dəfə xeyli desən azdır, istedadları var. İnsan bir ət parçası deyil, gəzir. İnsanın daxilində böyük qüdrət var, güc var, ruhu çox əzəmətlidir, ruhunun dərinində çox gizli istedadlar var. Çoxları bilirsiniz necə ölür? İstedadlarının böyük qismi içində dəfn olunur, heyf olur, ölür. Bizim kimlər belə yaşayırıq. Gəlmişdir dünyaya bu istedadların hamısını üzə çıxardaq. 10%'ni üzə çıxartdıq, 90'ını içimizdə tələf elədi, öldü, getdi. Heyf bu ömürdən, heyf. Heyf bu ömürdən. Bu ömür verilmişdir ki, o gizli istedadları maksimum üzə çıxardasan. Biz hərdən kəramətlərə şək gelirik. Deyirik, filan alimin kəraməti, qutarsan Allah, qutar, nağıl danışma. Biz niyə kəramətə şək gelirik? Ona görə ki, ruhun qüdrətini tanımırıq. Biz bilmirik ruh nəyə qadirdir. Biz bilmirik insan nəyə qadirdir. Hansı gücün sahibidir. Ona görə də biz kəramətə inanmırıq. Deyir, elə də şey olar, bir anın içində getdi Kərbəlaya. Haqqımız var inanmamağa. Özümüzü tanımamışıq axı. Haqqımız var inanmamağa. Özümüzü tanımamışıq. Bilmirik ki, bu ruh nəyə qadirdir, nə gücün sahibidir. Bunda nə istedadlar var. Bilmirik deyə başqalarında da olanda inanmırıq. Muhammed Ali Muhammed'e salavat deyək. İnsan bilirsiniz nələrə qadirdir. İnsan çox şeylərə qadirdir və həyat bu qabiliyyəti üzə çıxartmaq fürsətidir. Hədislərdə məlun sözü işlənib, lənətli sözü. Bilirsiniz kim barədə? Gün keçir, təzə gün gəlir. Bunun yeni istedadı üzə çıxmayıb. Gün keçib, amma bu qabağa getməyib. Deyir, Allahın lənətlisidir o adam. Yəni, rəhmətdən məhrum olub. Yaşamadı o günü, yaşamadı. Məlundur o insan. Neçə ildir yaşayırsan ay bala adamdan soruşurlar? 50 il. Neçə dənə istedad kəşf eləmirsən? 5-10 dənə. Mən bacardığım yeməkdir. Bunu kəşf eləməyə ehtiyac yoxdur, təbii bir şeydir. Başqaları da ondan bacarır. Sən 50 ildə hansı gizli istedadları üzə çıxartmısan? Hansı gizli qüdrəti üzə çıxartmısan? Heç nə. Sən yaşamısan, bağışlayın soruşmaq ayıb olmasın. Mən özüm əgər ələ salmaqdırsa özüm ələ salıram. Heç kəslə işim yoxdur. Özümə verirəm bu sual. Sən də deyirsən, mən 40 ildir yaşayıram dünyada. Hansı gizli istedadı, qüdrəti üzə çıxartmısan? Ruhun potensialından neçə faiz üzə çıxartmısan, kəşf eləmirsən? İnsanın gücü çoxdur, çox, həddən artıq çox. Potensialı o qədər çoxdur, üzə çıxsa, bütün pisliklər selinin qabağında rahat dayana bilir. İnsanda bu güc var. Bütün günah selinin qabağında dayana bilir. O güc insanda var. Kaş filmlərin, nə bilim mən, kitabların, serialların əsas mövzusu nədir? Görək qəhrəman, filmin qəhrəmanı istədiyinə qovuşacaq yoxsa yox. Budur da dünyanın əsərləri. Biz də baxırıq maraqla, oturuq bir ay izləyirik. Axırda görək bu istədiyinə qovuşacaq yoxsa yox. Əsasən budur. Kitablar, əsərlər bu. Kaş elə seriallar, elə filmlər çəkərdilər, elə kitablar yazardılar ki, görək bu filmin qəhrəmanı istəklərinə müqavimət göstərə biləcək ya yox.
Bu olacaq tərbiyəvi. Heç bir dənə namazdan danışmasınlar içində. Oruzdan danışmasınlar. Lazım deyil din getsin birbaşa, film getsin birbaşa dini təbliğ eləsin. Film bunu çatdırsa ki, filmin qəhrəmanı istəklərinə müqavimət göstərə bilir. Filmin əvvəlində 10 istəyinə, filmin sonunda 100 istəyinə. Məsələn, bunun da hadisələrlə zənginləşdirəsən və belə bir şey təqdim eləyəsən insanlara. Bax, tərbiyəvi budur. Vacib deyil. Desin ki, namaz qılmaq vacibdir, Ramazan ayında oruç. Filmin missiyası bu deyil. İşin adı bu deyil. İnsanda bu qüdrət varmı ki, bütün günahların qabağında dayansın? Bəli, var. Əşcəun nas mən qələbə həva. Peyğəmbər buyurur, insanların ən şücayətlisi öz nəfsinə qələbə çalandır. Deməli, insan bacarar. İnsan bacarar, insanda bu güc var. Həyat nə üçündür? Həyat, bax, bu qüdrəti üzə çıxartmaq üçündür. Həyat bu istedadları çiçəkləndirmək üçündür. Həyat bunun üçündür ki, gün keçdikcə qulaq asın nə deyirəm, daha diri olsun adam. Daha diri, daha diri, daha diri. Bir adamın potensialı 100'dür, 20'si işlənir, ruhunun potensialı. O xarab cihaz kimi olur. Nəm hansı cihazın adını çəkim? Aparasan, baxa usta deyir ki, bunun 20% işləyir. 80% işləmir. İstənilən bir şey haqqında yəqin bunu demək olar. Yəni bu bütün gücü ilə işləmir. Bütün gücü ilə çalışmır. İnsan var, ruhunun gücünün 5% işləyir ömrünün axırınacan. 5% işləyir. Daha yaxşı yaşayış budur ki, yaşadıkça daha diri olasan, yaşadıkça diriliğin artsın. Daha diri bilirsiniz nədir? Bilirsiniz, sizə mizah eləyim, fikrimi sizə, qaranlıq qalmaz. Necə yəni daha diri? Necə yəni daha diri olasan? Bir cihaz deyirəm, deyirlər ki 20% işləyir, 80% işləmir. Yəni 80% ölüdür də, 20% diridir bu. Elədir. İnsan ruhunun da istedadlarının 20% işləyirsə 80% yoxdur. Yəni 20% diridir. Yaşadıkça bu dirilik faizi artırsa biz deməli gözəl həyat yaşayırıq. Daha çox işə cəlb eləyə bilirik ruhumuzun o gizli istedadlarını. Yaşadıkça hər gün ruh dünən 20% işləyirdi, bugün 30%, potensialı 100'də axı. O 100'ü artıra gediriksə deməli biz yaşayırıq. İçimizdə çox istedadlar var ki, onlar bizim qüdrət mənbəyimizdir. Biz nə edirik? Ancaq kənardan qüdrət əldə eləmək istəyirik. Maşınım, pulum, vəzifəm. Qüdrəti kənardan əldə edirik. İçərdən qüdrəti üzə çıxartmaq istəmirik. Daxildən qüdrəti üzə çıxartmaq istəmirik. Bir ayə deyim, sözümü yekunlaşdırıram. Çox gözəl ayədir. Bu ayəni yadınızda saxlayın. Mən amilə salihən min zəkərin əv unsa və huva mu'min. Kim deyir, yaxşı iş görsə, yaxşı iş görsə, kişiyə qadın, min zəkərin əv unsa, kişiyə qadın yaxşı iş görsə və huva mu'min, özdə mömin olsa, imanlı olsa. Nəticə nədir? Salih əməl və iman. Nəticə nədir? Fələnnuhiyyənəhu həyatən təyyibə. Biz onu fələnnuhiyyənəhu, belə tərcümə eləyək, onu pak həyatla dirildərik. Pak həyatla dirildərik. Biz ona pak həyat verərik yox. Nuhiyyənəhu, yəni yenidən dirildərik. Əllamə Təbətəbai Əl-Mizanda bunu təfsir edir. Deyir ki, bu insana verilən təzə həyatdır. Təzə həyat. Yəni insan əməl elədikcə, düz yaşadıkca, təmizləndikcə elə bir həyat verir Allah ona ki, bizim həyatımızdan deyil. O fərqli həyatdır. Yenidən dirilir, yenidən təzə həyata sahib olur. Və dalıca deyir, bu həyatın iki əsas xüsusiyyəti var. Bir xüsusiyyəti budur, yeni həyatın. O bütün istedadlar çiçəklənir. Elə bilirsin, onlar da bizim kimi yaşayır. Onların varlığı biyoloji deyil. Onlar ruhi fəzaya daxil olur. Onlar həyatın fərqli mərhələsində. Ona görə Allah deyir, fələnnuhiyyənəhu. Ona yenidən, elə bil ki 2 dəfə doğulur. Bir biyoloji həyata gəldi. Düz yaşadı. Bir mərhələdən sonra Allah deyir ona ikinci həyatı verdim. Yəni indi növbəti doğulma baş verdi. Bu yeni həyata qədəm qoydu. Və o həyatı tərif edir. Deyir, o həyatın 2 xüsusiyyəti var. Biri sevincdir. Razılıq, şadlıq, pozitivlik, enerji ilə dolu olan bir həyat bunun xüsusiyyətidir. Yəni onlar məst yaşayırlar. Ondan belə gözləri məstdir. Necə deyim?
Halları çox gözəldir də, keyf içində yaşayırlar, keyf. Keyf içində yaşayırlar. Elə bir aləmə qədəm qoyurlar ki, nəfəs aldıqca məst olurlar, keyf edirlər. Bu birinci xüsusiyyətidir. İkinci xüsusiyyəti də budur ki, onlar o həyatda səhv eləmirlər. Səhv eləmələri mümkün deyil. Xətadan sığortalanırlar, səhvdən sığortalanırlar. Elə bir fəzada yaşayırlar. Əllamə təbə-təba edir. Çünki onların gözü açılır, onların içində olan istedadlar üzə çıxır, hər şey olduğu kimi görməyə başlayırlar. Yeməyə baxır, deyir ki, bu haramdır, bunu yemirəm. Hardan bildin? Özü dedi mənə. Biz dedik, düş yerə salın, nağıl danışma, yemək danışdı mənə dedik ki, biz inanmırıq buna. Elə bilirik, bunu danışan xurafatçı adamdır. Çünki ruhu tanımamışıq. Ruhun istedadlarını bilmirik. Bilmirik ki, ruh nələrə qadirdir. Bu təəccüblü deyil. O adamlar bizə təəccüb edir. Mən görmüşəm, gəlirlər ağız dolusu hansısa bir arifə, kəramət danışırlar, deyib, nə olsun ki? Bu asan işlərdəndir. Bizim üçün təəccüblü işlər var, onu adam necə eləyə bilər? Onlar üçün asan. Onlar bizim halımıza təəccüblənir ki, 50 il yaşamısan, hələ bunlardan əsər əlamət yoxdur həyatında. Getdim, İmam Rızanı ziyarət elədi, deyir, Ayətullah Behçətin yanına gəldim. Deyir, dedi ki, hardan gəlirsən? Dedim, İmam Rızanın ziyarətindən. Deyir, soyuqqanlıqla dedi ki, İmam Rızanı görə bildin orada, hərəmdə. Dedim, yox, necə görə bilir İmam Rızanı? Zərihi görürük də, biz başqa nə görürük? Deyir, təəccüb elədi ki, doğrudan getdim Məşədə İmam Rızanın özünü görə bilmədin, özünü müşahidə eləyə bilmədin. O bunun halına təəccüblənir, biz onunki necə, yəni adam İmam Rıza dünyasını dəyişib, o necə görmək olar? Bu buna təəccüblənir, o ona ruhu tanıdıqca, ruhu dərk elədikcə insan başa düşür ki, insan çox qüdrətlidir və həyat bunun üçün verilib ki, ruhun qüdrətini, gizli qüdrətini üzə çıxardaq. 1% indi ruhumuzun işləyir, 99% işləmir. Bioloji həyat yaşamaq hünər deyil. İnsan içində belə istedad var, danışmışdım sizə, bir cavan idi, əyyaş idi, günahkar idi, fasıq idi, amma Əllamə Qazini çox sevirdi. Deyir, onu görəndə təzim elirdi həmişə. Bu da deyir ki, sən ki mənə belə hörmət edirsən, mən də istəyirəm sənin əlindən tutum. Nəsiyyət elir, deyir, dinə gəl, namaz qıl, deyirdi, yox. Mənim işim deyil, amma mən sizə qurbanam. Siz nə əmr elə söz baş üstə. Bu da bir mərifətin bir mərhələsi. Adam var, pis adamdır, yaxşıya hörmət edir. Adam var, pis adamdır, yaxşıdan acığı gəlir. Bunun fərqi var. Yaxşı görəndə qıcıqlanır. Adam var, pisdir, özü bacarmır, bacaran görəndə deyir, halal olsun, əlindən öpürəm ki, sən bacarırsan. Adam da var, bacarmır, bacaran görəndə qıcıqlanır, əsəbləşir. Deyir, niyə bu bacarır, mən yox, başlayır ondan mübarizə aparmağa. Bu elə adamlardandır ki, günahkardan və yaxşı adamdan xoşu gəlir. Deyir, dedi ki, nə qədər eləyir, görür ki, bu namaz mənli deyil. Dedi ki, bir gün ona dedi, dur gecə ibadətinə. Dedi, mən heç vacib namazımı qılmıram, gecə ibadətinədir. Özə ki, mənim yuxum qarışıqdır, mən o vaxtı yuxudan dura bilmərəm. Dedi ki, ev yox, saat iradə ilə yatanda denən ki, mən məsələn saat 3-də durmaq istəyirəm. Mən səni durğuzaram, demirəm mənə denən. Deyir, ürəyimdən keçir, mən səni oyadaram. Deyir, bir saatı iradə elədim, dedim ki, da ağaya söz vermişəm, durum da indi deyib, 2 rükət namaz qılım, gecə namazı. Deyir, iradə elədim, yatdım, həmin saatda məni oyatdılar. O içində iradə edir, o da o yandan iradə edir ki, bu oyansın, bu oyanır. İnanırsınız buna? Yox, biz inanmırıq. İnanmırıq biz. Amma belədir. İnsanın buna gücü çatır. Deyir, çıxdım həyətə, gəldim dəstəmaz almağa, suya baxdım, göyə baxdım elə. Göyə baxdım, xəyala daldım, oyandım. Oyandım, nə oyandım? Başa düşdüm ki, mən yaşamamışam indiyə qədər. Oyandı və dəyişdi və əməlli başlı dəyişdi və sona qədər də düz yolda qaldı. Bilir, tanıyır, ruhunun təbibidir, bilir ki, nə demək. Vacib namaz qılmayana deyir, bu gecə dur, mən oyadım səni, gec ibadət elə, müstəhəbbi namaz qıl. Onu təfəkkürə vadar edir və onu islah edir. Sözümü bitirirəm, bununla bu nəticəni aldıq ki, həyat ruhun gizli istedadlarının üzə çıxması üçündür. Həyatdan düz istifadə eləsək, 100% istedadları üzə çıxartsaq, bilirsiniz nə gözəl yaşayarıq. Kəş bir gün o adamların həyatını bizə verərlər, görək ki, onların ruhu nə qədər keyf içindədir. Həyatdan
Bəhrələndikcə keyfləri, zövqləri də artır. Allah bizə o ikinci həyatı, həqiqi həyatı nəsib eləsin inşallah. Allahümmə inna nəsəlükə və nəd'uk bismikəl azimil əzəm, əl-əzzil əcəllil əkrəm və bil Hüseyin ya Allah, 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 ya Allah. İlahi, əllərimizi naumid qaytarma. Amin deyən dilləri lal öldürmə. Bağışlamamış bizi qəbr evinə aparma. İlahi, şəri olan hacətlərimizi rəva elə. İlahi, xəstələrimizə ümumən nəzərdə olan xəstələrə şifaya acil mərhəmət elə. O möminlər ki, yaxından, uzaqdan hər gün zəhmət çəkib bu məclisləri öz iştirakları ilə abad eləyirlər. Dünyaların, axirətlərin abad elə. İlahi, bu məclisləri bizə çox görmə. Danışdığımız sözləri, eşitdiyimiz sözləri hamımızın ürəyimizdə təsir elə. Bu sözlərə əməl eləməyə bizi müvəffəq elə. Bu orucluğu bizə axırıncı orucluq qərar vermə. Bizi bu ayın bağışlananlarından qərar ver. Qədir gecəsinin feyzindən bizi binəsib eləmə. Ömrümüzün axırınacan bizə halal biminnət ruzu mərhəmət elə. Dünyanın hər yerində insanlara, müsəlmanlara, xalqlara, zülm eləyənlərə lənət elə. Dünyanın hər yerində işğalçıları zəlil elə. İşğal altında olan Qarabağımızı azad eləməkdə bizə yardım elə. Bu torpaqların keşiyində dayanan əskərlərimizi ağla gələn, gəlməyən bəlalardan hifz elə. Bu torpaqların uğrunda canından keçən şəhidlərimizi öz rəhmət və məğfirət və nail elə. Kimlər ki bizdən dua istəyiblər, hamısının hacətlərini rəva elə. Ailəmizdən, övladlarımızdan, nəslimizdən Peyğəmbər düşməni, Əli düşməni, Əhl-i Beyt düşməni qərar vermə. İmam Zaman ağanın mübarək olan qəlbin bizdən razı və xoşnud elə. Ağamızın zuhurunu tez elə.